Kimisi işə, kimisi dərsə gecikir. Dayanacaqda bəzən 30, bəzənsə 40 dəqiqə gözləməli olurlar. Xəttə buraxılan avtobusların sayı dəyişsə də intervallar dəyişmir. Binəqədi rayonu Baksol yaşayış massivinin sakinləri iddia edir ki, metronun Azadlıq prospekti stansiyasını Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi ilə birləşdirən 71 nömrəli şəhər daxili marşrut üzr işləyən avtobusun yolunu bəzən saatlarla gözləməli olurlar. Böyle olur, yarım saat, bir saat gözlüyürü burada. Hər gün. Her gün böyle, her gün. Yəni pik vaxtlara təsadüf verir, yoxsa ümumiyyətlə belə interval? Gün orta vaxtları. Bəli, gec gəlir, indi təzə dəyişilənlər də lap çətinlik də yaranıb. 71 sayılı. Bəli, 71 sayılı. O köhnələr bunlarda yaxşı işləyirdi. İndi bu təzələr gələndən sonra lap telesür ağırlığı gedir. Yəni problem. Bilmirəm, onlar üzərində də deyirsən, deyir, biz qrafla gəlirik. Neçə dəqiqədən bir? Yarım saat, 20 dəqiqə, 15 dəqiqə. Gündəlik belə olur da gecə. Elə olub ki, 20 dəqiqə, 25 dəqiqə olub. Yəni mən gün ərzində 2 dəfə minirəm, getmək, gəlmək, bir daha ki, oradan gəlmək. Belə gecikirəm, çox gecikmə olur burada. Marşrut xəttinin aid olduğu Xaliq Faiqoğlu şirkətinin şöbə rəisi Afis Mikailov Xəzər xəbərin sorğusuna cavab olaraq bildirib ki, gecikmələr sözü gedən istiqamətdəki sıxlıqla bağlıdır. 71 sayılı marşrut xətti üzrə 12 ədəd müasir tipli avtobus 8 dəqiqə intervalla sərnişinlərə xidmət göstərir. Pik saatlarında isə interval 6 dəqiqəyə endirilir. Bəzi hallarda Binəqədi şossesi və Baksol yolu adlanan ərazidə qeydə alınan sıxlıq və tıxaclar interval pozulmalarına, gecikmələrə səbəb olur. Ziya Bünyadov prospektində avtobus dolu. Daşıyıcı şirkət bundan sonra da problemin aradan qalxması məqsədi ilə vəziyyəti nəzarətdə saxlayacağını qeyd edib. Sevinç Vaqif qızı, Cəfər Qasımov, Xəzər xəbər.